Ermənistanda parlament seçkilərinə cəmi bir ay qaldı. Bu ərəfədə Ermənistan hökuməti Türkiyə ilə sərhədlərin açılması, ölkənin blokadadan tam çıxarılması və digər tranzit layihələrlə bağlı daha tez-tez açıqlamalar verir. Məqsəd aydındır. Bu həm də bir mesajdır. Ekspertlərin fikrincə, bu arada regionda nəqliyyat və kommunikasiya məsələləri sülh gündəliyinin tərkib hissəsidir. Ancaq Azərbaycanla yekun sülh üçün Paşinyan hökuməti üzərinə düşənləri, o cümlədən konstitusiya islahatlarını aparmalıdır. Bundan sonra Türkiyə ilə sərhəd açılması məsələsi də daha real məzmun kəsb edə bilər. Türkiyə-Ermənistan sərhədinin açılmasına bağlı konkret vaxt hələ məlum deyil. Sərhəd münasib vaxt gəldikdə və bütün formal məsələlər öz həllini tapdıqda açılacaq. Bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib. Onun sözlərinə görə tikinti işləri demək olar ki, tamamlanıb. Lakin həll edilməli olan məsələlər hələ qalır. Analitiklərə görə tərəflər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanadək infrastrukturun bərpasını davam etdirirlər. Lakin sülh sazişi bütün məsələlərin həllini tapdığı mənasına gəlmir. Mən açıqlamalardan belə başa düşürəm ki, o demək deyil ki, Azərbaycanla Ermənistan bugün sülh sazişi imzalandı, sabah sərhəd açılacaq. Türkiyə Ermənistanla münasibətlərdə olan problemləri də bir nəzərdən keçirəcəkdir. Çünki Türkiyəyə qarşı Ermənistanın ərazi iddiası var, sözdə soyqırım iddiası var. Buna bənzər digər iddialar da var. Yəqin ki, Ermənistandan Türkiyə tərəfi o iddialardan da vaz keçməsini rəsmi şəkildə gözləyəcəkdir ki, sərhədləri açsın. Uzunluğu 328 kilometr olan Türkiyə-Ermənistan sərhədi 1993-cü il aprelin 3-də Kəlbəcərin işğalından bir gün sonra bağlanıb. Müxtəlif dövrlərdə sərhədin açılması gündəmə gəlsə də, Türkiyə tərəfi Ermənistandan işğala son qoymasını və qonşulara qarşı ərazi iddialarının imtina etməsini şərt kimi irəli sürür. Rəsmi Ankara həmin siyasəti indi də Azərbaycanla paralel şəkildə həyata keçirir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi əslində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin tərkib hissəsidir və bunu Türkiyənin vitse-prezidenti Ermənistanda olduğu zaman kəsiyində də fərqli bir anlamda biruzə verdi. Düşünürəm ki, ayrı-ayrı diplomatların səsləndirdiyi fikirlər şübhəsiz ki, Azərbaycanla Türkiyə münasibətlərinin üzərinə hər hansı bir formada kölgə sala bilməz. Peace between Armenia and Azerbaijan. Ermənistan rəsmiləri də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına dair nikbin bəyanatlar səsləndirirlər. Bu, Paşinyanın müəllifi olduğu real Ermənistan ideyasının əsasını təşkil edir. Hər bir demokratik dövlətdə olduğu kimi bizdə də bütün qərarlar Ermənistan vətəndaşları tərəfindən və onların verdiyi mandat əsasında müəyyən olunur. Hesab edirəm ki, Ermənistan vətəndaşlarının əksəriyyəti baş nazirin qonşularla yaxşı münasibətlər qurmaq siyasətini dəstəkləyir. Həmçinin düşünürəm ki, Ermənistan cəmiyyətində Türkiyə ilə münasibətlərin normallaşdırılmasına ümumi bir istək var və bu da hazırki hökumətin siyasətidir. Ekspertlərə görə İrəvan Rusiyanın təsir dairəsindən xilas yolunu qonşularla münasibətlərin qaydaya salınmasında görür. Eyni zamanda Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr və regional kommunikasiyaların açılması Ermənistanın 30 ildən çox məruz qaldığı dalandan çıxış yolu kimi qiymətləndirilir.